İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Xankəndi şəhərinin Kərkicahan, Xocavənd rayonunun Hadrut qəsəbələri, Cəbrayılın Şükürbəyli, Şuşanın Böyük Qaladərəsi, Xocalının Ballıca, Badara və Xanabad, Ağdərənin Çıldıran, Vəngli və Həsənriz kəndlərinə növbəti köç kərvanı yola salınıb. Qayıdan sakinlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Allaha şükür, ortancıl oğlum bizlə gələndə 5 yaşı vardı. İndi özü 4 oğlu ailəsi ilə birlikdə Şuşanın Böyük Qaladərəsinə köçür. Sevinirəm, sevincimizin həddi hududu yoxdur. Bizi bugünə gətirib çatıran şəhidlərimizə qəni-qəni rəhmət oxuyuram, qazilərimizə can sağlıq arzulayıram. 1992-ci ildə Şuşada məcburi köçkün olaraq çıxmışıq. O vaxt biz 4 qardaş olmuşuq, mənim 5 yaşım vardı oradan çıxanda. İndi də sevincimizin həddi hududu yoxdur. Doğma vətənimizə gedirik, sevinirik. Yəqin ki, orada işləyərik, orada 4 uşağım var mənim, 3 qızım, 1 oğlum. İnşallah öz vətənimizdə işləyərik inşallah.